Da, o Teo. Kölgə hansıdır? Teo, bax o, korobkanın yanındakı o Teo baba gəldi. Bu. Hə. Sonra atda qum qabının içindəki yəni adı şey dumandır. Duman. Üzü o üzə yatan lalədir. Üzü bu üzə yatan jalədir. Bu birisi Nailədir, o birisi də Aslandır. Belə maraqlı. Belə maraqlı adları var. O ağ olan Mavişdir. Bu ağ olan Sabirdir. Bu qara olan elə qaradır. Yəni belə adlar var. Abi Bakıya bizə baxanlara nə demək istəyirsən? Buradan Bakıya yəni çoxlu salamlar göndəririk Gəncədən. Yəni belə də yəni biz heyvanları yəni sırf satmaq deyil, heyvanlara yaxşı baxmaq da lazımdır və yəni mən öz şəxsi fikrimdir ki, yəni biz heyvanlara çox yaxşı baxırıq. Yəni hər cürə problemlərini həll edirik. Yəni sırf satmırıq bunları. Qayğılarına qalırıq, temizləyirik, dərmanlarını veririk, atlarını təmizləyirik, qumlarını təmizləyirik. Yəni yemlərini, sularını əksik eləmirik. Yəni bir sözlə heyvanlara yaxşı baxırıq. Elə buradan da Gəncədən də yəni bütün hər kəsə demək istədiyim odur ki, yəni hamı heyvanları sevsin. Hamı heyvanları sevsə, Azərbaycanımız da gözəl olar, ölkəmiz də gözəl olar. Belə. Sərxan, ona deyim, qada alaram səni. Qada görməyəsən elə bizim ləhcəmizlə niyə qada görməyəsən.